olsun, zəhmətkeş ulduzlar efirdədir. Bu dəfə biz yay, qış, turistlərlə bol olan Qəbələyə gəlmişik. Bugün çox maraqlı bir gün olacaq. Odur ki, gözünüz bizdə olsun. Tamaşaçılarımız, qonaqlarım da buradadır. Mətanət İskəndərli, xoş gördük, piknik eləyir. Necəsiz? Yaxşı yerə. Hələ sizi belə yaxalamamışlar. Elə tutmamışlar sizi vəziyyədə. Necəsə, əyləşin, rahat istədir. Görünün, rahatlıq, İsra Əkbər. İki gözəl Respublikamızın əməkdar artistləri, möhtəşəm, nə bilim, sənətlərinin qarşısında mən o qədər baş ərəm, həm şəxsiyyətlərlə sənətlərini. Əkbər, sən necəsən, gözəl qardaşım? Əla, necə olacaq, ürüyəm. Bu iki insan... Matında bu proqram, gözəl xanım, Mətanət xanımla bu günləri əl-ələ çiyin-çiyinə verim. Çox gözəl bir gün yaşadacaq tamaşaçılarımızla. Bakıda. İndi gəldi, seçilə çıxmısınız. Bu iki insan o qədər zəhmətkeşlər və il boyu o qədər çalışırlar, həm də çox məhsuldar çalışırlar. Yəni, yeni layihələriniz olur, yeni mahnılarınız olur. Tənbəl sənətkarlar deyirlər deyənə, deyim, sizə istirahət vacibdir. Odur ki, sizi Azərbaycanın ən gözəl dilbər güşələrindən biri olan Qəbələyə gətirdim. Bugün bolluca istirahət olacaq. Əmbə biraz da iş olacaq. Mən əlam, mən uça-uça gəldim Mətanət xanım, inanın. Uça-uça gələcəyəm, gəl desən. Hardan gəldin uça-uça? Görüşdük Ülviyə xanımız çox sağ olsun, rejissorumuz öz avtomobilinə əyləşdirdi. Biz də elə belə yolda dedik, bu dəqiqə sizə haqlı yarıq görərik, amma qismət elə bax burada gəldik, görüşdük. Mətanət xanım, bax bu anda Əkbər, ürəyinizdən hansı hava keçir, nə mahnı oxumaq keçir? Onu Mətanət xanımdan soruşun, mən də səsinə səs verərəm. Elə belə baxma, məni oda atma, məni yada satma, dəli olaram mən. Bu aləmi içində səni sevdim yar, səni seçdim yar, səni sevdim yar. Aləmi içində səni sevdim yar, səni seçdim yar, səni sevdim. Ey, elə belə baxma, məni oda atma, məni yada satma, dəli olaram mən. Oh, elə belə baxma, məni oda atma, məni yada satma, dəli olaram mən. Düzünün, ahıcı və haşın istirahətdə olmuşsunuz? Axırıncı dəfə qala altında olmuşam. Hardasa bir ay bundan qabaq. Bir ay bundan qabaq. Əkbər, bu dəqiqə bütün tamaşaçılar baxıb deyir, o qədər sual, boş-boş suallar vermək, əsas mətləbə keç. Əsas sualı ver artıq. Əkbər, tamaşaçılar sənin üçün darıxıb. Mən də bezmişəm, nəyə görə? Hara gedirəm, hamı verir. Əkbər hanı? Əkbər ha vaxt qadir. Mən nəyə görə bütün günü cəmaata cavab verməliyəm? Bu sualın cavabını özün ver. Mənim də Instagram səhifəmə yazırlar. Dedikodular var, şayə gəzir ki, mən Space-dən uzaqlaşmışam, mübahisələr yaşanıb, intriqalar başalıb gedib. Heç bu söz-söhbətə lüzum yoxdur, əziz tamaşaçılar. Sentyabr ayında yenidən öz proqramını idarə edəcəm. Öz üçün dincəlir, həm zəhmət çəkir, işləyir, işləyə-işləyə dincəlir. Arazaxar qıyqacı, ay qız, ay qız, ay qız amandır, budur gəlir cüt bacı, qadan alım. Budur gəlir cüt bacı, qadan alım. Biri mənim öz yarım, ay qız, ay qız, ay qız amandır. Biri başımındır tacı, amma sən başımın üstündə otursan, mən də dayanam mənə. Boyun saxlamasın. Qadan alım. Mən boyda tacı boyun saxlamasın. Biri başımın tacı, qadan alım. Biri başımın tacı, qadan alım. Biri mənim öz yarım. Ay qız, ay qız, ay qız amandır. Biri mənim öz yarım, ay qız, ay qız, ay qız amandır. Biri başımın. O boyda tacı hər boynun hünərinə görə saxlasın. Bax deyirəm. Paltarımı qoymaz, size dəyişməyib. Gedək dəyişək. Qaçdıq dəyişək paltarımızı gedək.
gəlməyəsən, kanata gəlməyəsən. Mən yox, minməmişəm kanata. Hündürlükdə qopmursan. Hündürlükdən mən binanın lap başlanğıcında dayananda ayaqlarımın altı qaşınır, adrenalin artır, həyəcan məni bürüyür. Zaman adrenalin ayağının altına çıxır. Xanım yanımdadır. Təcrübəniz var da. Birinci dəfə minirəm. Əkbər birinci dəfədir kanata minir. Mən çox şadam ki, bu tarixi günü, tarixi hadisəni mənlə həyata keçirəcək. Mətənət xanım, o bəzi dırnaq arası müğənnilər var ya, o zilə qalxırlar, elə qalırlar zildə, bəmə düşə bilmirlər. İndi mən də qalxacam, düşə bilməyəcəm. Düşürdən. Sən elə qalarsan orada. Maşallah, əziz tamaşaçılar, hər mövsümdə olduğu kimi Qəbələ turistlərlə boldur, maşallah olsun. Bir turist gördüm, icazə verin ki, salmaşaq. Salam aleykum. Keyf Ali? Elhamdülillah. You from? You from UAE. UAE. UAE'den. Tövbe savadım ara dura. UAE. Dubai. Dubai. Yes. Dubai'dandır. Keyf Ali? Elhamdülillah. Alhamdulillah. You come here. O nə danışır? Bir şey başa düşürsən? Yani İngilizce yadımdan çıktı diye. What's your name? I am Nasser. 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 You with your family? Yes. Ya ailesiyle de Dubai'den gelipler. Do you like here? Yeah. Yeah. It's very, very good. Very good. Yes, very nice. The weather is good. You first time Yes. go with Kanat? Yes. You first time in Azerbaijan? Yes. Yani soruştum ki ilk dəfədir Kanatdasınız ve soruştum ki siz ilk dəfədir ki Azərbaycandasınız. Do you like Azerbaijan? Yes. I like you. You here in Qəbələ, where you go? This one first day. First day Yes. here. Yes, Qəbələ. yes. İlk dəfədir Qəbələdədir. İndi soruşmaq istəyirəm ki, yaddaşım yoxdur, soruşmaq istəyirəm ki, Qəbələdən başqa hara gedirsən. Next you go where? Where you go? Go to the Baku. Qəbələdən sonra Bakıya gedəcək. First time in Baku? Yes. You like here. Yes. Thank you. Thank you. Bye. Very happy. Thank you. You first time in Azerbaijan? Yeah, that's my first time in Azerbaijan, yes. Do you like here? Yeah, it's a nice country, very good. Ya soruşdum ki, hardan dedi İraqdan, dedim ilk dəfə də Azərbaycanınızda dedi, bəli, dedim xoşunuza gəldi, bəli, çox gözəl bir ölkədir. Go to Azerbaijan. You from? No English. From Iraq. All the group from Iraq, yes. Salam aleykum. عليكم السلام. Keyfi hali? حالك ممتاز. Mümtaz, yəni dedim necəsiz? De halik mümtaz, yəni ki hər şey əladır, şükür Allah. Şükran. Thank you very much. Şükran. Deyir Azərbaycanın da çox sağ ol deyirik. Şükran İraq, şükran all Muslims. Bagdad. You from Bagdad? Ben dünyanın en büyük aşığı olabilirim. Ben koynunda 100 sene 1000 sene durabilirim. Ben Leyla'yı, Mecnun'u, Ferhat'ı, Aslı'yı, Kerem'i bilmem ama Bağdat'ı iki gözü kapalı bulabilirim. Abi onlar hiç başa düşmedi sana. Can you say? Okay. Everybody sing song. Can you sing? Ya soruştum ki mahnı okuyabilirsin. Voice, sorry. Can you? Yeah, غنوا شباب. أغنية عراقية؟ أغنية عراقية. جيلك معايا وين جمع الشاية جيلك معايا وين معايا يا مهاية يا مدولة يا دولة هذا هلا هناك بالله صراحة هذا هلا لا 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 عمر شغل هاي أغنية شغلها Allah ne kadar yaraşıklı oğlandı gel. Gel başla. مو مطرب عنده Deyirəm, əhli uli ləli, uli ələ şəlil, əhli uli lələ, uli ələ şələ, əhli uli ələ, uli ələ şələ, əhli uli ləli, uli ələ şəlil. Sağ olsun balo, çok sağ olun. Zahmet kiş burada Gebele'de. Yallah yallah. Gördüğünüz gibi maşallah olsun, hem turist qıtığı yoxdur, hem de ki maşallah növbə var kanata.
Sən niyə görmədin necə elədin? Nə dersən? Belə hələ yaxşı. Hələ qalxmamış, Əkbər qadan aldı, hələ yuxarı. Hələ qorxma, hələ tez. Hətta bir tərəfdən havanın istisi, bir tərəfdən Gözəldir. bir tərəfdən həyəcanın istisi. Hava gəlir. Mama! Yalanlar eləyir. Yo. Yaxşıda. Bax, mən bu kanatı arzulamışam. Bu yaxında, bəli, televiziya verilişlərinin birində baxdım, dedim, ay, nə mən minərdim, amma görürsünüz ki, niyyətin ara, mənzilin də orada. Həqiqətən də çox sağ ol, çox gözəl, çox gözəl. İndi görsən ki, Allah bizi gör nə qədər istəyir ki, biz bir yerdə Bəli, olaq. bəli, Görsən, bəli. hər şey qismətdir. Qismət. Bax, görsən ki, Allah istəyir ki, biz bugün bir yerdə olaq. Özü gör, harada, dağların başında. bəh. Mətanət xanım, Gör, deyirəm, niyə yüksək? dünyada nə varsa hamısının Azərbaycandan var. 11 iqlimin 9-u Azərbaycandadır, həqiqətən də. Təsəvvürün, Dubaydan gələn turist deyir ki, çox gözəldir. çox Vətənimin seyrinə çağırıram elləri. Vətənimin seyrinə çağırıram elləri. Cənnət görmək istəyən Azərbaycana gəlsin. Bəzənib başdan başa, bəzənib başdan başa balayam ya. Hər obada, hər eldə hörmət görmək istəyən Azərbaycana gəlsin. Ayda, daydat, ayda, yada. Can deyək, can eşidək, can evinə can gəlsin. Biz qoymarıq vüsal baxşasına hicran gəlsin. Əlbəttə, musiqi məclisi şeirsiz olmaz. Isə çağıraq, məclisə hörmətlə Mətanət xanım gəlsin. Mən hələm burada. Deyirəm ki, insan... Bu niyə belə elədir? Niyə belə elədir? İlişir dərdin. Qorxma! Əkbər, Azərbaycan bəlkə də dünyanın ən təhlükəsiz dövlətlərindən biridir. Burada heç nə baxmaq lazım deyil. Sənin ayağın ağırdır. Qorxuram, baxma, başı gicələnir. Yox, görürəm, bax onsuz da. Siz niyə başınız gicələ? Azər, sən geç o tərəfə. Aşağı baxma. Gəl buradan, gəl buradan, gəl buradan. Harada? Açarsan qapını uçaram aşağı. Vermişəm sənə. Sənə kimi qardaşlardan tapacaq. Açarsan qapını uçaram aşağı. Bax, qorxma. Paraşutu da giyinməmişəm. Hündürüyə bax. Oy. Nə gözəl. Mən inanmıram, əziz tamaşaçılar. Mən bax bu an, bu dəqiqə inanmıram ki, mən göyün 7-ci qatındayam. Birinci dəfədir də. Bax, bura deyirlər, dünyanın 7-ci qapı. Ay, mama. Necə ağayı ərsəyə gətirirlər? Mən kanata minmişəm, amma bu cür qorxulu olmayıb, amma doğrudan da... Əsrən bayaqdan deyirsən. Ay, amma mən həmişə yuxuda görürəm. Həmişə yuxuda nə görürdüm? Gördüm, uçuram. Uçursun, mən ucalığa girsin. Məsələn, Ay, amma! hələ daha da yüksəliyə qalxıram. Ay, amma qorxuram mən. Mən qorxuram. Mən anda çox yüksəklikdə qorxuram mən. Ay, amma bu nə işlə düşdü? Ay, qorxuram. Bu yerlər bulmuşdur. Siz elə bir qartalsan, bax, pərvazdan. Ata kartal, ben ölürəm mən burada, kartal. Şunu qatıram da. Çox yüksək. Əkbər, çox... Əkbər! Ay, Əkbər! Yaxşı
Qorxursan Əkbər? Mən Düşək yoxsa da bıraxdı ona görə qaydacıq. qorxmadım. Mən Mətanət xanımın qorxduğuna görə mən. Mətan xanım, gəlin düşək, gəlin düşək. Gəlin, de buradan, de belə, gəlin. Hoppa. Piyada. Tez gəlin, tez gəlin. Telefon məndə, tez çıx, tez çıx. Tez çıx, tez. Çox sağ olun, təşəkkür edirəm. Xoş gördük, necəsiniz? Çox sağ olun. Superdir. Yəni qışda bunun öz ləzzəti, gözəlliyi var. Çünki biz qışda bu kanatı gəzmişdik. Amma yayda öz gözəlliyi var. Çox sağ olun, xoş gəlmisiniz. Təşəkkür edirəm. Özünüz təqdim edin. Alamdar. Ələmdar müəllim. Ələmdar müəllim, mən çox maraqlıdır ki, qiymətlər neçədir, heç aşağıda soruşmadım. Bir nəfər üçün 10 manat. Bir nəfər olmadı, amma inanın ki, bütöv xət. Neçə xət idi? 4 xətt. 4 xət. Bu neçənci xət idi? Bu birinci xətt gəlmisiniz, növbəti 3 xətt var. Hələ bu birinci xət idi. Da var, orada çıxacaq. Birinci xətdə var. Qurban olum, mən çıxmıram, mənim bəsimdir. Mətan xəbəri bu birinci xət. Mənim bəsimdir, mən istəmirəm. Dağın bu döşündə Mətanət xanım. Bəs O bir şey qısa, amma yenə də hündürə qalxırsan da, hə? Bəli, bura 1660 metrdir. Nə qədər? 1660 metr. Növbəti xəttimiz 1920 metrdir. Axırıncı xəttimiz. Deyəsən ki, 2000, deməli 2000 metr yüksəkliyə qalxırsan. Qurban olum, mən getmirəm. Deməli adam başı 10 manatdır. Yəni o qədər də baha deyil, amma bu gəzintiyə dəyər. Düşürük aşağı ki, hoppa gedi, hoppa gedi. Keçən xoşunuza gələcək. Bax burada kafesi də var. Xətt 4-cü xətt yatmış gözəl xəttidir. Yatmış gözəl, niyə? Xəttin adı yatmış gözəl. Niyə? Burada dağda elə bir görüntü var, sanki qız yatıbdır. Ona görə xəttin adı yatmış gözəl. Görməmək olar Vətən xanım. Biz indi gedirik həmən ikinci xəttə. İkinci xətt, növbəti 3-cü, 4-cü xətt axırıncı xəttdir. Yatmış gözəl xəttir. Yatmış gözəl xətti də 4-cü o xəttədir. yatmış gözəldə insanı yuxu aparmır, yuxuya gedər yatar. Yox, gəlin, gəlin, gəlin. Bu ikinci qat idi. Davam eləyirik. Davam eləyirik. Gəlin, tamam. Kaç edə eləmək istəmirsən? Bax, belə fasilələr də eləmək olar. Bir müddət çay içmə kafelər var, çay içmək olar. Sonra biraz oynayandan sonra, istirahat eləyəndən sonra yola davam eləmək olar. Hi! Salam aleykum. Alaikum. You from? Iraq. Iraq. Baghdad. Bağdad. Yəni İraqdan Bağdada maşallah qonaqlar boldur. How are you? تعالوا كيف حالك؟ I'm fine. I'm fine. How are you? Fine, thank You you. from? Iraq, Baghdad. Maşallah İraqın gözəllərinə, nağıllarda olan. What's your name? Rusul. Rusul. Qızın adı Rusol. Maşallah, maşallah. Rusol. Təşəkkür. Do you like? Yes, احتاج وياها ناجي. Family? Maşallah, maşallah, maşallah. Nətə deyirlər, xoş istirahətlər. Welcome to Azərbaycan. İnşallah xoş istirahətlər olsun sizin hamınıza. Thank you very much. Sağ olun. Necəsiz? Sağ olun. Hardan gəlmisiniz? Gəncəyə salamlar. Gəncəyə salamlar. Gəzməyə gəlmisiniz. İlk dəfədir bura gəlirsiniz. Xoşunuza gəldi? Bəli. Xala, adın nədir? Sabirə. Səbirə xala, ilk dəfədir Kanada minirsən. Hə, Hələ bura ikinci qatda, qorxmursunuz? yox. Deyir, 4-cü qatda yatmış gözəl var. Getdik. Getdiniz, gəldiniz. Necədir? Əməli başlı görsəniz gözəl. Çox gözəl. Çox gözəldir. Cənnət görmək istəyən hara gəlsin? Qəbəliyə. Azərbaycana gəlsin. Çünki Azərbaycanın hər bir güşəsi gözəldir. Cənnətdir maşallah. Xoş istirahətlər sizə. Sağ olun. Azərbaycanı qorusun. Amin inşallah. Sağ olun. Siz oradan gəlmisiniz? Biz Neftçaladan. Neftçalıya buradan çoxlu salamlar. O ailələrdə ki biz çəkişdə olmuşuq, hamıya çoxlu salamlar. Olar. Xoşunuz gəlir? Ayarlar. Superdir. Bir də gəlmişik, bir də gəl. Çəkdirək. Hə, inşallah olar Vətən xanımla sizdən. Ha, Mətət xanım, sizi şəkil çəkdim vesilə. Əkbər, gəl sizdir zəminimsə.
tamaşaçılar, baxmayaraq ki, o qədər də uzaq məsafə fəth eləmədik. Burada hava tamam başqadır. Hə, doğrudan bura. Elə bir soyuducun qapısını açmısan. Yox, Əkbər, təmiz bir hava. Burada necə soyuqları dəhşət. Super. Aha, və istiqamət var. Baxın, yatmış gözəl kanat xəttinə giriş. Sonuncu 4-cü məntəqəyə gedirik. Yatmış gözəli tapa bilmədik. Ha tərəfdədir, başlanır. Yatmış gözəl sağ tərəfdəki dağlardır. Onlar da aşağıdan baxanda görsən. Yəni belə yaxından baxıb görə bilməyəsən. Biz aşağı düşəndə onları görəcəyik. Yox, aşağı düşəndə deyəndə ki, hardasa mərkəzə qədər gedib oradan baxaq. Mərkəzdən görə bilərik onu. Bəli. Hal-hazırda biz 1900 neçə metr hündürlükdəyik. Dünyanın 7-ci qatındayıq. Amma çox gözəldir bura. Doğrudan da nə bilim. Əziz tamaşaçılar, yayın cırhacırında dağların başı, agülüm qışda qaralar, dağın ətəyində qara baxın. Salam aleykum. Keyfi halik? Elhamdülillah. Elhamdülillah. You from? Dubai. Dubai'dan gələn qonaqlarımız. Do you like it? I like Azerbaijan. Xoşdan gəlib Azərbaycan. Yeah. You in Qəbələ first time? The first time for us. İlk dəfədir buradadılar. Where are you going after Qəbələ? Hara gedirsiniz Qəbələdən sonra? First we went to Baku. She's a very nice city. Çox xoşlarına gəlib şəhər. Clean and the building Təbiəti. very nice. And we stayed 2 days only and we came here to Gabala. Dünən gəlib, bugün artıq Qəbələdədirlər. Yeah. After you go? Inshallah we will try to go to Quba. Quba? Quba. Quba. Bundan sonra Qubaya gedəcəklər inşallah. 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 Habibi, habibi, habibi. نور العين حبيبي Habibi, habibi. Bəs bu nədir? Gördünüz oxuyuram. Əhli uli ləlillə, uli ələ şəlillə. Habba yukişana, kulli ələşana. Habba yukişana, kulli ələşana. Can you sing your song? Arabic song. Gözlərini gözəliyinə bax, ay Allah. عاش اتحاد إماراتنا عشت شعب دينه الإسلام هديه القرآن حصنتك بسم الله يا وطن بلادي 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 بلاد حماك الإله من شرور الزمان أقسمنا أن نهدي نعمل حتى نخلص. دام الأمان وعاش العلم يا إماراتنا. Can you say together? Zəhmətkeş. Zəhmətkeş. Ulduzlar. Ulduzlar. Qəbələdə. Qəbələdə. Thank you. Ülviyə, doğrudan da mən sənə mat-məətəl qaldım. Elə bildim qol məğləbəvi tapmışsan neçə ildən sonra o dərəcədə. İndi bu canlı, dilsiz, ağılsız olanda belə münasibət göstərərlər. O da böyük varlığın bir canlıdır. Ey, ağatlı şəhzadə. Ey, gilləm düşmə sənə. Atara məni. Özü artist yanıb, buradan minərəm, düşərəm o tərəfə. O da sənin qismətin, Əkbər. Bir daha əsəbaşlaşlar, yəni ingilis dilimə görə qüsur tutmayın məndə, xahiş edirəm. Yəni mən tərcüməçi deyirəm, mən sadəcə aktrisəm və çulmusudan bir tane çıxardıramsa. Çox sağ ol. Dillərindən mənə də öyrədəsən, asır çəkirsən. Mütləq. Yəni ingilis dilimə xahiş edirəm, heç qüsur tutmasın. Ərəb dilimə timboli. Bu cürə gözəl dil olan adamın at minməyi yox imiş. Vay yağmış. Ay sabah belə. Ay xala, bax düzün deyin. İnsan yaraşıqlı olanda hər şey yaraşırdı ona. Düz. Cəngavər.
əzizlərim, yolunuz açıq olsun. Həmişə gəzməyin. Bir damcı südünüz olur, ha? Vedrənin dibini görsədəndə 3-4 damcı süd olur orada. Çox sağmırsınız. Qurban olum. İnəklər bizim zəhmətkeşlər ulduzlar. Hala, başına dönüm. İnəklər bizim zəhmətkeş ulduzları görəndə südlərin qurudurlar. Mən də baxıram, fikir verirəm ki, içində bir 3-4 damcı süddür. 3 adam sağır, 4 adam sağır, amma 3-4 damcı süd. Gördünüz, tamaşaçının gözü tərəzidir, qızıl tərəzisidir. Hər şey gör, gözünə heç nə qaçmır. Hardan gəlmişsiniz gəzməyə? Şəkidən. Şəki. İgidlər aylağı. Nəlikdə? Привет. Как дела? Gəl bura, gözəl, gəl. Rusiyadan gəliblər. Medunsta kim oxuyur? Azərbaycanın fəxrləri. İnşallah. Hiss olunur ayda. İnanırsan ki, hiss olunur. İnşallah Medunsta bitirəndən sonra hansı ixtisas üzrə olacaqsan ki? Lor. Siz? Məktəbdə. Hələ məktəbdədir. İnşallah məktəb bitirəndə sonra orada oxuyacaqsınız. Hələ bilmirəm. İnşallah bilərsiniz. Çox sağ olun. Hər birinizə xoş istirahətlər. Sağ olun. Çox sağ olun. Allah razı olsun. Sağ olun. İsti yay günlərində ən gözəl məşğuliyyət nədir? Təbii ki, Çiko. Dağda, bağda, dostlarla istirahətdə oturursunuz axşamlar, dərdləşirsiniz. Çikonun ağ tumu, qara tumu, balqabaq tumundan, fındığından, fıstığından, badamından, püstəsindən alırsınız. Dada söhbətinizi daha şirin edirsiniz. Verilişimizin sponsoru hamımızın çox sevdiyi Final çaylardır. Elə bir Azərbaycan ailəsi yoxdur ki, çaydan istifadə etməsin. Final çaylarının hər zövqə və damaq dadına uyğun çay növləri var. Mənim kimi ətirli çay sevənlər Final Earl Grey və Final Super Tea'dən, tüm çay sevənlər isə Final Melody'dən istifadə edə bilərlər. Final çaylarının Final Best Blend və Final Pekoi kimi də çay növləri var ki, sizə fərqli ləzzət bəxş edəcək. Final çay, hər zövqə uyğun çay. Biz hal-hazırda Qəbələ yolunda, yəni Bakıdan Qəbələyə gedən istiqamətdə yolun solunda Güllücə Ailəvi İstirahət Mərkəzi yerləşir. Bugün görək bizim üçün Nurlan Usta nə hazırlayacaq? Nə ilə təcrübələndirəcəksiniz bizi? Bugün mənim quzun qolundan təndirdə fırrama bişirəcəm. Fırrama, bəli. Siz hər zaman bizi təcrübələndirirsiniz, bu dəfə təcrübələndirirsiniz. Yəni bu yeməkləri özünüz kəşf edirsiniz, yoxsa? Özümüz kəşf elədiyimiz də var, öyrəndiyim də var. Öyrəndiyiniz də var. Fırrama? Fırrama, bəli. Fırrama olacaq, quzu qolunu. Solpadan olacaq, kənd çolpasını. Bugün quzunu və kənd çolpasını fırradacağıq. Fırrama üçün bizə nə lazımdır? Tərəvəzlər lazımdır, belə hazırlanıbdır. Bu acikadır. Acika. Evdə Elin xanımlar, deməli, bitki yağını, qəşən sarımsağı qovurursunuz və içinə tomat qatırsınız və salam. Oy, iyrəz, əlaydı. Aha, sonra nə edirik? Sonra quzun qolunu belə xırda-xırda çərtirik. Çərtirik. Aha, xanımlar, yəni məyus olmayaq ki, təndir yoxdur Bakıda, paytaxtda. Bunu təndir olmayanlar həm bağda, setkada da qızarda bilərsiniz. Və yaxud da ev şəraitində, bax bu cür hazırlayandan sonra farqı büküb və sobada da hazırlaya bilərsiniz. Düzdür? Bəli. Doğrudan Azərbaycanın gözəl bölgələrindən biridir Qəbələ. Bakıya da çox yaxındır. Ən yaxşısı budur ki, onsuz evdə yemək pişirməyəcəksiniz. Pişirməyin evdə, səhər-səhər, qəşəng. Minin ya avtobusa, ya da ki, şəxsi maşınınız varsa, şəxsi avtomobilinizə. Minin tənbəli eləmin, əzizlərim. Ömür çox qısadır, ömrünüzün hər anından istifadə eləməyi bacarın. Minin başına uzaq 2 saat yarıma buradasınız. Qəşəng, bax, bu cür meşəlikdə istirahət eləyin. Buyurun. Nurlan ustamız da sizin üçün bu dadlı təamlardan hazırlasın. Dadın. Və salam, neçə dəqiqə hazır olacaq? 15 dəqiqə. 15 dəqiqə buradayıq. 15 dəqiqə demişdik, amma dedik biraz da səbirli olaq ki, lap belə rümə pişsin, necə deyələ, ağızda ərisin, sümüyə ətdən ayrılsın deyənə yarım saat keçdi. Və artıq fırramalarımız hazırdır.
aylarında ov ətlərindən və hinduşkadan da hazırlanır. Yəni fəsilə uyğun qaz, hinduşka, ov ətlərinə istifadə edir. Yəni ki, bilirsiniz ki, əziz tamaşaçılar, Qəbələ Azərbaycan elə bir bölgələrdəndir ki, burada yayı da gözəldir, payızı da gözəldir, qışı da gözəldir. Yəni il boyu 12 ay müddətində Azərbaycan qarşı-qarşı gəzə bilərsiniz. Xüsusilə də Bakıya daha yaxın deyənə Qəbələyə də gələ bilərsiniz. Hazırdır əziz tamaşaçılar və söz verdiğim kimi bu günləri turizmlə bağlı məlumatlar verəcəm. Bayaq qeyd elədiyim kimi deyirlər ki, Azərbaycanda turizm çox bahadır və bunun tam əksini bugün mən sizə sübut edəcəm və göstərəcəm. Gördüyünüz bax bu süfrə. Yəni buradaca isti-isti təndirdən çörək, qarpuzu, kənd çorbası, pomidor xiyarı, acıqası, beyaz sarımsaqlı acıqası, pendiri, kompotu, ya ət, ya və yaxud da ki, kənd çorbası cəmi cümlətanı 20 manat. Məncə bu heç də baha deyil. İstər quzu budur, istərsə də kənd çorbası getər. Yəni məncə 3-4 nəfər rahat burada yeyə bilər. Və cəmi cümlətən 20 manat. Gördüyünüz kimi Azərbaycanda turizm heç də baha deyil. Sadəcə gəzmək və görmək lazımdır. Çox sağ olun usta, təşəkkürüm sizə. Hər dəfə biz bura gəlirsiniz, bizi bax bu cür ləzzətli təamlarla təəccübləndirirsiniz. İstər milli mətbəxlərdə, istərsə də Avropa mətbəxdə burada hazırlanır. İstəyənlər burada sifariş olunur. O da ki, əslində başlaşlar Qəbələyə gələndə Güllücəyə mütləq baş çəkin. Çünki burada doğrudan da çox gözəldir. Təşəkkür edirəm sizə. Gəlib çatdıq Qəbələnin Hacallı kəndinə. Yorulmamısınız? Yorulmamışam, amma isti məni haldan salır. Məhtəd xanım, biraz da istiyə öyrəşin. Yəni gözləyin. Mən istini sevənəm ümumiyyətlə. Yayın cırhacırında doğulmuşam, amma da belə günün altında işləmək. Məhtəd xanım, siz indi Zəhmətkeş daha bu qədər yoxdan sana qorup. Biraz bartını çox elədiniz. İnsan məndəsi belədir. Bax, isti olanda deyirik soyuq olsun, soyuq olanda deyirik isti olsun. Mən də ilan ilinənəm, mən istinin ölüsüyəm. Amma dincələsən, istirahət eləyəsən. Məhtəd xanım, ilinənəm. Əkbər, siz... Burasını deyil. Valla, kaş elə bütün ilanlar sənin kimi olur. Halis ilandır ya. Amma deyək, ilanın ağına da lənət qarasınadır. Mən də xərçəngəm. Can, onda uyğun gəlir. Xərçənglə ilan, o da ancaq su ilanı ilə uyğun gələ bilər. Bu da su ilanıdır. Su ilanı. Bax, uşaqlar da artıq gəliblər. Necə uşaqlar? Biz hansı verişdən gəlmişik? Zəhmətkeş ulduzlar. Hansı kanal? Space. Neçənci günlər gedir? Bazar. Afərin. Afərin. Halal olsun. Əkbər çaşdırır, altı görsədir. Tamaşaçılar bilir mən nəyə görə məhz bu qapını seçmişəm. Darvazanın yekəliyinə baxın. O dəqiqə bilinir ki, burada yaşayan ev yəsi qonaqpərvərdir. İndi hansı qapını döyəcəksən? Bu qapını yoxsa darvazanı? Biz balaca adamlarıq. Nəcibə nənə, zəhmətkeş ulduzlar hazırlaşır. Qismətinizə bugün çox gözəl ulduzlar gəlib. Hamımızın çox sevdiyi ulduzlar gəlib. Çox şükür. Bəxtiniz, qismətiniz yaxşıdır. Bəxtiniz, qismətiniz demiş ki, istəyirəm biraz özünüz haqqında danışasınız. Neçə olmuşsunuz, neçə yaşınız var? Mənim 75 yaşım var. Özümdə elə bir 49 il tibb müəssisəsində elə bir akuşerka işləmişəm. Dünyaya uşaqları gətirmişəm, körpələri. Maşallah. Siz təsəvvür edirsiniz, sizin ilk dünyaya gətirilən, kömək eləyən, ilk dəfə dünyaya gələn uşaq bu dəqiqə bəlkə də babadır. O, hə, babadır. Maşallah, görüşürsünüz onlarla. Hə, niyə görüşmürəm? Nə gözəl. Baladan özünüzdə nə var, yoldaşınız? Yoldaşım çoxdan rəhmətə gedib. Allah ölənlərinizə rəhmət eləyər. 6 dənə evladım var. Maşallah. 5 oğlan, 1 qız. Qızım da Bakıdadır. İndi televizorda görüb məhəttəl qalacaq. Adı nədir qızınızın? Mətanət. Mətanət xanım, buradan sizə salamlar göndərim. Mamanıza da sürpriz oldu ki, bu zəhmətkeş ulduza gözlənilmədən sizin qismətinizə, sizin qapınızı döyülür. Sağ ol, çox sağ ol. Oxutdurmuşam uşaqları. Birinə ali təhsil vermişəm. Kimə, oğlana yoxsa qıza? Oğlana. Qız oxumayıb. Elə bil iqtisadçı. Maşallah. Hə, o birilər də şofer, nə bilim belə. Zəhmətkeş ailə, zəhmətkeş insanlar. Əsil zəhmətkeş ailə yetişmişik. Gəl onda belə nənə.
Elimizin adəti var da, qonaq gələndə elə boş gəlməz. Gedək sizə qəşəng hədiyyələr təqdim edeyim dəli sponsorlarımızla. Ondan sonra zəhmətkeş olduğunuzdan girək bağa bostana, görək nə var, nə yox orada. Getdi. Nəcibə nənə, mən sizə bizim dəli sponsorlarımızın hədiyyələrini gətirmişəm. Yay mövsümündə əvəz olunmaz final çaylara. Ay Allah, final çaysız bir günümüz olmasın. Biz də ondan içirik. Təbii ki, artıq uzun illərdir ki, bizimlə bərabərdir final çayı. İsti yay günlərdə insanın susuzluğunu yalnız və yalnız final çayları yatızdırır. Bol çeşidi var, hər zövqə və damak tadına uyğundur. Nuşucanla buyurun, için susuzluğunuzu yatırdın. Bundan əlavə salut yodlaşdırılmış xorey duzu. Həm yemək duzu var, həm xorey duzu var və pendir duzu gətirmişəm. Gördüm inəyim var, nənə, bu duzdan qəşəng pendir tutarsan. Çox sağ ol, təşəkkür eləyirəm. Bir gözəl pendir tutmaq olur. Birazdan əziz xanımlar, gözünüz qulağınız məndə olsun. Çox asan pendir düzəltmə üsulu öyrədəcəm sizə. Evdə artıq özünüz rahatca 15 dəqiqəyə pendir hazırlayacaqsınız ev üslubu ilə. Bunu birazdan deyəcəm sizə. Və Çiko Günəbaxan tumları və çərəzləri bol çeşidi var. Bax, Çikon, ağ tumu, qara tumu, balqabaq tumu, fındığı, fıstığı, püstühəsi, badamı, nəyi. Aynen yaydı da. Əsl bax, indi vaxt artıq saat Allah bərəkət. Min bərəkət. 6-dan sonra çıxırsan həyətə, artıq gündən gizlənmirsən içəridə. Çıxırsan bayra, ağacın altında, buradan samavar pıqq qaynayır. Bu yerdə Çiko Günəbaxan tumlar və çərəzlərlə çıtdıya qonşularla söhbət edirsən. Bundan ləzzətli nə var? Əsl yayın dadı Çiko Günəbaxan tumları və çərəzləridir. Təşəkkür eləyirəm. Çox sağ, halal xoşunuz olsun. Əziyyət çəkib gəlmisiniz. Halal xoşunuz olsun. Mən də fürsətdən istifadəyə bizə dəstək olan bütün sponsorlarımıza ayrı-ayrılıqdan dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Domates, biber, baklıcan. Siz oxu, mən yığıram. Domates, biber, baklıcan. Bu anda bütün dünyam karaldı. Bu anda bütün dünyam karaldı. Yaman yerde, yaman yerde yaktı can. Domates, biber, baklıcan. Eşitmədim. Əkbərin anası baxacaq, deyəcək ki, ay bala, mən bu uşağımı, bu Əkbərimi niyə bu Keyxanı belə aparıb işlədir? Bu da can dostu. Bu da can dostu, hə. Amma ürəyim gedir də, Mətanət xanım. Badımcan üçün ürəyim elə gedir, bax, kababı. Çox xeyirlidir. Çünki tərkibində bolluca nikotin var. Badımcanın Bu çıxma! O da kökündən ha! Çıxma! Oy! Oy! Neydi çıxartdın? Əlbi verdi birdən. Yox, baloncanı qırdın. Əlbi verdi, benim səhvim. Ay ziyanəvər, ay ziyanə. Ay Əkbər, bunu niyə kökündən çıxartdın? Əl uzatmır. Sən Yox, gələcəyin badımcanlarını məhv elədin. Əkbər, axı burada elə badımcan var. Mən işləmirəm, mənim belim sərpdir. Yo. Ay Allah, necə acıdı bu? Can. Ne oldu? Yandı kızım. Ne oldu sana? Ne oldu böyle? Ne oldu sana? Ne oldu böyle? Nakula. Yandı kızın dədəsi. Yandı. Deyirəm ki... Acı o kadar acıdı ki iyi bura gəlir. Vallahi Mətanət xanım mənə acı nə versə yəmə onu şərbət kimi içərəm də. Ona görə. Dilimin bəlasına gəlir. Hə, dilimin bəlasına gəlir. Deyirəm, orada qəşəng pomidorlar da var, Əkbər. Bir də pomidorlardan da yığın, tezin hava qaralır. Təndir soyur, biraz tez edin. Bu yaxında Ülviyə, Mətanət xanım, baxdım ki, deməli badımcan dolması, 3 bacı dolmasının arasında bax belə biberlərdən də hazırlayıb pişiriblər. Çox ləzzətli, həddindən ziyadə. Yəni, tutar da, get pomidorlu yığ da.
Biz nəyi qarışıqdan turşumuzu istehsal eləyirik. Yox, bəyimizi yapırıq. Yox, yəni belə istihar gözləyirsiniz ki. Əzizim, kənd cəmaatı günün gün orta çağı bayırda iş görmürəm, biz görürük. Amma günün gün orta çağda yoxsa axşamdır? Uca axşamdır, düzdür də. Gəlin vaxtımızı itirməyək. Vaxtımızı itirməyək. Anacan ağırın alım, anacan qoy dolanım, başına dönüm mən. Mənimə sevgilimə heyran olum mən. Anacan ağırın alım, anacanı başına dönüm, qoy dolanım mən. Mənim öz sevgilimə heyran olum mən. Süper. O daşdan çörək çıxardan sevgilimə qurban olum. Necə dediniz? Azu sevgilim daşdan çörək çıxartmır mən. İndi gəldi, görmədinmi Dona? Gördüm. Hə. Nədir rəhbər qardaş ki? Daşdan çörək çıxarır. Harda işləyir yoldaşınız? Usta da var. Əli qızıl. Səhər gedir, axşam gəlir. Vaxta var başına, bacı. Ətbəyin aparır, gedir. Həmişə əlinin ətbəyi çörəyə var. Səhər ətbəyin aparır, gedir, orada yiyir. Amma Mərtəli xanım necə baxır yoldaşına? Yoldaşı, ustadır, elə bir müəllimdir. Necə səliqəli Səhman. Zəhmətkeş adamlara hamısına qurban olum mən. Halal zəhməti ilə doğrudan əkməyini daşdan, çörəyini daşdan çıxardan insanlara qurban olaq biz. Turşudan pul çıxardırlar. Ay, o işə gel, mən bekardıyam. Gördünüz necə tərəvəzəkmişəm? Tanışdırım da, tanışdırım. Bizim Nəcibə nənəmizin gəlini. Bəli. Qaynana. Afət! Afət xanım, çörək pişənə qədər bəlkə baş salasız bu nədir? Hə, gəl da, bu Şahnaz xanım qaynadır o. Şahnaz xanım mənim eltimdir. Maçanı yığdıq, təmizlədik, yuduq, yığdıq qazanlara, pörtlədib suyunu çıxartdıq. Sonra o suyu süzürük. O iki qazan suyu idi, qaynayıb hələ kök qalıb. O belə lavaş kimi olur. Yox, şərab. Bu şərabdır, şərab. Bağlı Hələ bişməyib, bağlı. Xanımlar, siz bizə alçan pişirməyi öyrətdiniz, mən sizə qəşəng pendir öyrədim. Şəhər xanımları, deməli götürürsünüz 1 litr südü. İçinə əlavə edirsiniz 1 xörək qaşığı yoğurtlaşdırılmış salyut duz, özü pendir duzu var onun. Kənarda bu mayasız pendirdir. Bir günə də hazırlanır, 15 dəqiqə vaxtınız gedəcək. Kənarda 200 qram yağlı xama deyirlər də smetanı götürürsünüz, içində 2 dənə yumurtanı sarılı ağlı əlavə edirsiniz. Qəşəng onu çalırsınız. Süd ki qaynadır ha. Baxın ki ötməsin. Qaynayanda süd, qaynaya, qarışdıra həmənim o xamını, yumurtanı əlavə edirsiniz. Qarışınız görürsünüz çürüyəcək. Çürüyəndə onu qəşəng marın arası tökürsünüz, sıxırsınız, qoyursunuz. Olur təp-təzə pendir. Yarım saat pendiriniz hazırdır. Canın yanmasını harada öyrənmisən? Rəfiqəm öyrətdi. Bu da hardan öyrəndi? Sosial şəbəkələrdən. Çox sağ ol, sosial şəbəkələrdən təşəkkür bildim. Şahnaz axşam inəklər sağ eləyir. Necədir təndir? Oy, bu formada çörək olmamışdı. Bu xanım yapıb. Məni tənqid edən xanım yapıb bunu. Bunu xanımlar yapıb.
biləsiniz. Əgər təndir çörəyi yüngülsə, deməli doğrudan da qəşəng pişib. Əgər ağırsa, deməli xəmirdir. Çörəyiniz hər zaman ruzlu, bərəkətli olsun. Yox, qızardı, qəşəng qızardı. Əladır. Təndirimiz ruzlu, bərəkətli olsun. Maşallah. Və salam, qoy çörəklərimiz yavaş-yavaş özünə gəlsin. Biz isə gedək, işimizə davam eləyək. İsti yay günlərində ən gözəl məşğuliyyət nədir? Təbii ki, Çiko. Dağda, bağda, dostlarla istirahətdə oturursunuz axşamlar, dərdləşirsiniz. Çikonun ağ tumu, qara tumu, balqabaq tumundan, fındığından, fıstığından, badamından, püstəsindən alırsınız. Dada söhbətinizi daha şirin edirsiniz. Verilişimizin sponsoru hamımızın çox sevdiyi Final çaylardır. Elə bir Azərbaycan ailəsi yoxdur ki, çaydan istifadə etməsin. Final çaylarının hər zövqə və damaq dadına uyğun çay növləri var. Mənim kimi ətirli çay sevənlər Final Earl Grey və Final Super Tea-dən, tünd çay sevənlər isə Final Melody-dən istifadə edə bilərlər. Final çaylarında Final Best Blend və Final Pekoi kimi də çay növləri var ki, sizə fərqli ləzzət bəxş edəcək. Final çay, hər zövqə uyğun çay. Nəcibə xanımın biz bugün ocağındayıq, salamlayırıq sizi. Hər zaman xoş günlərinizə gəlir. Sağ olun ki, belə bu günə, necə deyərlər, xoş üzlə, gülər üzlə üzümüzə qapını açdınız. Çox sağ olun. Sizin gəlininizi salamlayıram. Afət xanımı salamlayıram. Afət müəllimə. Hər zaman evladlarınızın xoş günlərinə gələk. Çox və sağ olun. bu Qəbələnin gözəl Qismət instrumental ansamblına bir alqışlar gəlsin. Salamlayıram bütün Hacı Allı kəndinin bütün sakinlərini, bütün gözəl insanlarını ürəkdən salamlayıram. Bu elu, bu obanı salamlayıram. Bu Qəbələ elini, obasını salamlayıram. Bütün Azərbaycanı bütün Azərbaycanı, Qəbələdən bütün Azərbaycana gəlin, gözəl salamlar göndərək. Və Mətənət xanım, mən bilirəm ki, Zəhmətkeş Ulduzlar verilişindən çıxar-çıxmaz siz istirahətə gedəcəksiniz. İstirahətin də daha da şirin və gözəl olması üçün mən sizə Çiko günə baxan tumları və çərəzlərini hədiyyə edirəm. Axşam üstü qəşəng, ağacın altı kölgəli oturun. Tum çıtlamıram, amma balalarıma verərəm, nəvələrimə verərəm, çıtlayarlar. Ondan sonra ayrılmayacaqsınız. Onlar çox sevirlər. Dağları duman alanda, gözüm yollarda alanda, yadıma səni salanda, gül yanağım solmasın. Dağları duman alanda, gözüm yollarda kalanda, yadıma səni salanda, halım xarab olmasın. Gözüm yaşla dolmasın, gözüm yaşla dolmasın, gözüm yaşla dolmasın, gözüm yaşla dolmasın, dolmasın ya, dolmasın. Gül yanağım solmasın, solmasın. Sılan dağlarım çiçekler, gül yanağım solmasın. Gül yanağım solmasın, solmasın. Gözüm yaşla dolmasın,
gözüm yaşlar dolmasın, gül yanağım solmasın, gözüm yaşlar dolmasın, dolmasın, dolmasın ya. Şerefsizler yılanlandı, yandan sizler havalandı. Şerefsizler yılanlandı, yandan sizler havalandı. Anıl sizler mayalandı, kulak suyu dağılasın. Anıl sizler mayalandı, kulak suyu dağılasın. Şelerin içi barılı, ağzının başı darılı, bir galeti barılı. Kulak suyu dağılasın, 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 kulak suyu. Mətanət xanım bayaqları deyəsən qazın dalıcan qaçdı. Ay, Mətanət xanım! De, o tərəfə bax. Tutdu be. Yəni, Mətanət xanım bugün məni təəccübləndirir ki, təəccübləndirir ki, Qorxmursan, hadi qalacaq. Özünüz tutdunuz, ay Mətanət xanım. Dimdiləyən məni. Özünüz tutdunuz. Özüm bəs kim tutacaq? Məqsədiniz neydi? Bəs mən deyirdim, toyuq yolum, əlimə bu keçdi. Toyuq tapa bilmədim. Qorxma, mən səni xilas eləyəcəm. Qorxma. Ay, can. Vay, gör əli nə günə qoyub. Mən bunu zülümlə tutdum ki, sən... Cücələri bax. Qorxma. Mən bunu zülümlə tutdum ki, mən səni xilas eləyəcəm. Atma. Uç, qaranquşum, uç. Ayaqları sınar ki onun. Mənim kimi. Ayaqları sınmaz onun. Yo, üzü qoyulu çıxdı, qorxmayın. Ayaqlarında heç də olmadı. Sizin əlləriniz görünə gündədir, Mətan. İndi baxın əziz tamaşaçılar, kimi heyvanı bəsləyir, cırmaqlarına tab gətirir, kimisi də ki, həmin o yazıq, aciz, qazı göyün 7-ci qatından çıxdı yerə. Adə dedim, xilas edin. Kim rəhimlidir? Deyiyorum ki... Allah adamıdır, əlbəttə ki siz. Adə diri-diri yolurdu ya onu, diri-diri yolurdu, mən xilas edin. Zarafat edirdim, mən onu yolanam. Mən sizə ciddi... Mən onu zarafat edirdim, mən onu yolanam. Qaz və ördək, mən sizə dönüb üzr istəyirəm. Axşama qonaqlıq eləyək də qəşəng onu. Sonra fikirləşdim ki, onu saxlayaq qışa. Qışda gələrik, hə? Çünki qaz ətini qışda yeyərlər. Bu, bilmirik, bu qız bilmir, yeməmişsən qaz ətini, nə biləsən ləzzətini. Gör ki, armuddur. Baxın dadına bax. Yeyin Mətanət xanım. Super. Dadına bax, dadına bax. Kaldı ki. Yox. Kal yığıb bunları. Allah kaldı. Necədir? Ey Allah. Biraz kaldı ama dadı pisdir. Şipşirin bax. Yox. Var yetişir. Əlbəttə ki. Görməmişdim. Ay bacı onu... Armud görməyib. Kal. Baxın alma Kal. Yetişir. Baba suyu axır bax. Dadı var. Suludur. Ay balam, bu məni öldürsən də deyəcəm ki, çalpapaq Kərəm. Yemə. Gələ. Sən dər, biz gəliyinə samağa. Dər. Hə, mən samavarı otlayım. Kal. Armudu dərdin qutardın, samavar otlayırsan. Yarım verdirə, azdır. Ayıb deyib, buna bax. Bax, bəyənəni düz deyək, dir inəyi vedirən dibində sarı sürünə. Hamı 30 iş tapdı bugün, hamısı oddan gəlib. Mətanət xanım deyir ki, armud kaldı. Mən də rəva bilmirəm ki, yetişməyən armudları yığım, getdim samavar qalamağa. Bir də bu dəqiqətin ki, qəşə...
Əkbər öz aramızda bilinmirdi kim kimi gətirir ha. Sən demişsən. Siz indi inək sağacaqsınız. Bax biz sağdırmayacaqdıq. Özünüz dediniz ki, inək sağmaq istəyirəm. Düzü sağmaq istəyirəm, amma nəsə gözüm su içmir bu inəkdən. İnək sağmısınız? Yox, sağmamışam heç vaxt. Gəlin belə eləyək. Onda mən sağım, yavaş-yavaş. Ay qız, məni biyabır eləmə, gəl bura. Deyirəm, ay Məhtən xanım, ilk dəfə siz inək sağacaqdınız, qismət olmadı. Qalsın gələn dəfəyə. Oy, qaçın, qaçın! Gözəl inək, qaşqa inək, südü çeşmə, çeşmə inək, gözəl inək, çeşmə, qaşqa inək. Sağıcıdır mənim nənəm, köməkçisi mənəm, mən badanı gətirirəm, nənəmə söz yetirirəm, nənəm sağır inəkləri, badanda südü köpükləri. Özü süd verir, nədər oxuyubsa, özü süd verir. Gələ, gələ, biz gedirik, Ceyran, Ceyran, ağıllı ol. Bunu qoyuram bura. Gəlim görüm ki, südü sağmısan vedrə. Eşdin? Süd vedrə, süd vedrə. Getdiyi sağı verəcək. Ay başı, öyrətmişəm. Gəl. Əkbər. Vəziyyət necədir? Əla, samavarımız qaynayır Ülviyə. Bu nədir Əkbər? Qoy mən sənə onu deyim nədir. Üstü yuxa, 2 ləpə, çölündə də 3 təpə. 3 qulaq. Bravo, tapdın. Bu Qəbələnin ən məşhur şirniyyətidir. Götür, narahat olma, götür rahat. Bu sənindir. Bunun bir dadı var, dadmayanlar mütləq dadsınlar ha. Çünki siz hələ belə dadmamısınızsa ağzınızın dadını bilməmisiniz. Hələ Qəbələyə gəzmişəm, mütləq 3 qulağın dadına baxın. Hələ zoğal plovunu demirəm, zoğallı aş. Azərbaycan mətbəxi zəngindir və 3 qulağın yanında təbii ki, final çaylarının öz yeri var. 3 qulaq final çaysız dadda olmaz. Əziz tamaşaçılar, final çayından içəcəyik ki, məqsədimizə tez bir zamanda çataq və qalibiyyətliyi əldə edək. Bəli. Sən çay dəmlə, mən də gedim iç qulaqdan yavaş-yavaş. Ondan mənə yavaş. saxlaya. Mütləq. Xahiş edirəm. Mütləq. Qalsa gələrsən. Hı? Ülviyə, ümumiyyətlə mən Qəbələnin sakinlərinə təşəkkürümü bildirmək istəyirəm. Təşəkkürümü bildirmək istəyirəm Mətanət xanıma. Çünki Mətanət xanım olan yerdə toy bayramdır, əhval-ruhiyyə var, xoş ovqat var. Mən təşəkkürümü bildirirəm Space televiziyasına, təşəkkürümü bildirirəm Soy Production'a, təşəkkürümü bildirirəm can dostum, ürək dostum Ülviyə Əliyevaya. Çox sağ ol. Həqiqətən də insanı yolda tanıyırlar. Necə gözəl yol yoldaşlığı oldu. Bir daha mən bunun fərqinə vardım, sübuta yetirdim bunu. Mətanət xanıma sizə yaradıcılıq uğurları arzulayıram, müvəffəqiyyətlər diləyirəm. Həmişə xalqımızın, cəmaatımızın sözünün yaxşı mənasında sizə, sizin mahnılarınıza, səsinizə ehtiyacı olsun. Biz də elə sizin gözəl günlərinizdə, əlamətdar günlərdə belə bax, sizinlə bərabər olaq və ovqatınızı daha da gözəlləşdirək. Musiqiçilər də sağ olsunlar. Çox sağ olun. Əkbər və bizim dəyərli sponsorumuz Çiqo Günə Baxan Tumları və Çərəzəni Boyad Etsənindir. Və istəyirəm ki, Əkbər, Mətanət xanımla bərabər gözəl bir duet fəaliyyəsiz. Çünki tamaşaçılar darıxıb sizin ifalarınızı. Sultan olsan baş tacın mən olaram. Pərvaz etsən qanadın mən olaram. Çəməndə çiçəyin, mürünə bəzəyin, həyatda gərəyin. Mən olaram. Mən olaram. Bizim sizsiz, sizin də bizsiz gününüz olmasın əziz tamaşaçılar. Çiko'ya təşəkkürlər. Çox sağ olun. Buyurun ifanızı işlə. Sultan olsan baş tacın mən olaram. Pərvaz etsən qanadın mən olaram. Sultan olsan baş tacın mən olaram.
Pərvaz etsən qanadın mən olaram. Eşqlə vuran ürəyim, həyatda gərəyim. Çəməndə çiçəyim, ömrümə bezəyim. Mən olaram, mən olaram, mən olaram, mən olaram, mən olaram, mən olaram. Qurbanam beləsinə, nə deyim beləsinə. Qurbanam beləsinə, nə deyim beləsinə. Hava kimi, meh kimi dolaram nəfəsinə. Hava kimi, meh kimi dolaram nəfəsinə. Qurbanam beləsinə, nə deyim beləsinə. ah qurbanam beləsinə. Nə deyim beləsinə. Küləyin mən olaram. Küskün olsan sevincin mən olaram. Dalğın olsan küləyin mən olaram. Küskün olsan sevincin mən olaram. Eşqlə vuran ürəyim, həyatda gərəyim. Çəməndə çiçəyim, ömrünə bəzəyim. Mən olaram, mən olaram, mən olaram, mən olaram. mən olaram, mən olaram. Qurbanam beləsinə, nə deyim beləsinə. Qurbanam beləsinə, nə deyim beləsinə. Hava kimi, meh kimi dolaram nəfəsinə. Hava kimi, meh kimi dolaram nəfəsinə. Qurbanam beləsinə, nə deyim beləsinə. Qurbanam beləsinə, nə deyim beləsinə.